Avropa Komissiyası Yunanistanın mövqeyini nəzərə alaraq Rusiyaya qarşı 21-ci sanksiyalar paketində dəyişikliklər edə bilər. Politika nəşri mənbələrə istinadən məlumat yayıb. Nə dəyişikliklər ola bilər? Ukrayna prezidenti Volodimir Zelenskiyə hərbi rəhbərliklə cəbhədəki cari vəziyyəti və Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə müharibəni dayandırmağa məcbur edəcək strategiyanı müzakirə etdiyini bildirib. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio Filippində keçiriləcək Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının tədbiri çərçivəsində Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşə bilər və görüşünün olacağını bəyan edib. Artıq müəyyən ediblər nəyi müzakirə edə bilərlər. Diqqət mərkəzində saxlayacağıq bu və digər məsələləri siyasi şərhçi Əhməd Şahidovla. Əhməd bəy, xoş gördük sizi. Gördük, hər vaxtınız xeyir olsun. Əhməd bəy, elə ilk olaraq diqqət yetirmək istəyirəm Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marco Rubio'nun açıqlamasına ki, Filippində keçiriləcək Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının tədbirləri çərçivəsində Rusiya Xarici İşlər Naziri ilə görüşə hazır olduğunu bəyan edib. Marco Rubio jurnalistlərə açıqlamasında bildirib. Həm Rusiyalı, həm də Çinli həmkarı ilə görüş ehtimalı barədə jurnalistlərin sualını cavablandırarkən bildirib. Hələlik konkret razılaşma olmasa da, Amerika Birləşmiş Ştatları tərəfi belə təmaslarda maraqlıdır. Artıq müəyyən ediblərmi nələri müzakirə edə bilərlər? Sanki Rubio Amerika Birləşmiş Ştatları tərəfindən müəyyən edilib nələr müzakirə olunacaq? Təbii ki, gündəlikdə əsasən İran ətrafında münaqişə, İranın Hörmüz boğazı ilə bağlı iddiaları, Hörmüz boğazının açılışı, oradan təhlükəsizlik keçidinin təmin edilməsi məsələsi, Ukraynada vəziyyət, Ukrayna-Rusiya müharibəsinin sülhlə yekunlaşması hələ də Vaşinqtonun əsas prioritetlərindən biridir. Amma əsas məsələ İranla bağlı məsələdir. Bu artıq təkcə ABŞ-İran məsələsi deyil. Hörmüz boğazında demək olar ki, hər gün toqquşmalar baş verir. İran tərəfi oradan keçməyə cəhd göstərən ticarət gəmilərinə hücumlar təşkil edir. Körfəz ölkələrinin təhlükəsizliyi məsələsi artıq bugün dünya gündəmindədir. Və ABŞ da demək olar ki, hər gün İrana qarşı hərbi əməliyyatlarını davam elətdirir. Artıq bugünə qədər əldə olunmuş bütün razılaşmalar suya düşmüş vəziyyətdədir, unudulub, aktiv hərbi əməliyyatlar gedir. Hətta NATO üzvü olan ölkələrin də, alyans üzvü olan ölkələrin də İrana qarşı əməliyyatlara qoşulma ehtimalı var. Tərəflərdən artıq hansısa bir güzəştlə bağlı mesajlar, siqnallar yoxdur. Düşünürəm ki, məhz bu mövzuda xüsusən də Çinin Xarici İşlər Naziri ilə görüş baş tuta bilər, müəyyən müzakirə. Amma bu görüşdə hansısa bir razılaşma əldə ediləcəyi gözlənilmir. Bu Xarici İşlər Nazirləri səviyyəsində bir görüşdür. Ən azı dövlət başçılarının mesajlarını çatdırmaq, niyyətlərini çatdırmaq, qarşı tərəfin fikrini öyrənmək baxımından. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla da elə İranla bağlı məsələ müzakirə oluna bilər. Amma əsasən Ukrayna-Rusiya müharibəsi hələ də aktiv şəkildə davam edir və düşünürəm ki, Marco Rubio bu samit çərçivəsində Rusiya və Çin Xarici İşlər Nazirləri ilə görüşdə bu məsələləri müzakirə edə bilər. Bu arada Rusiyaya qarşı sanksiyalar haqda qanun layihəsinə İranın da adı daxil edilməlidir. Donald Trump qeyd edib, Truth Social'da yazıb, respublikaçılar İranı Rusiya sanksiyalarını qanun layihəsinə daxil etməlidirlər. Əslində bu açıqlama nə deməkdir? Nələrə gətirib çıxara bilər bu? Ümumiyyətlə, Rusiyaya qarşı bu sanksiyalar artıq az öncə süjetdə də deyildiyi kimi 21-ci paket qəbul olunur. Bu bir qədər bumerang effekti verir. Yəni, bir tərəfli olaraq Rusiyaya qarşı sanksiya elan etmək, Avropa şirkətlərinin Rusiyadan mal almasını qadağan etmək, Rus məhsullarının daşınmasını qadağan etmək, bu təbii ki, güzgü effekti verir. Avropanın özünün də iqtisadiyyatına ciddi təsir göstərir. Hətta bu yaxınlardan Yunanistan müraciət elədi Avropa İttifaqına ki, bu sanksiyalarda müəyyən istisnalar tətbiq edilsin. Çünki Yunanistan dünyada ən böyük gəmiçilik ölkəsi sayılır. Yunan gəmiləri Rus məhsullarını, Rusiyaya aid məhsulları Almaniya, Portuqaliya da səhv eləmirəmsə bununla bağlı. Əgər bundan imtina olunsa, Yunan gəmiləri işsiz qalacaq. Bu artıq Yunanistan iqtisadiyyatına milyonlarla avro dəyərində ziyan deməkdir. Daha sonra Almaniya və Portuqaliyadan olan şirkətlər Rusiyadan belə deyək, ixal, xüsusən də qida məhsullarının ixalına, balıq ixalına olan qadağalara
bağlı narazılığını ifadə edirlər. Çünki Rusiya ərazisinə görə dünyanın ən böyük ölkəsidir. Hər tərəfi su ilə əhatə olunub, ciddi şəkildə orada dəniz məhsulları var. Daha sonra Fransa, İtaliya dünya turizminin mərkəzidir. Rusiyada da ən çılğın turistlər, rus turistlər sayılırlar. Ən bahalı otellərdə istirahət edirlər və rus turistlərinə vizaların verilməsində olan qadağalar təbii ki, bu həmin o ölkələrə ciddi təsir göstərir. Bəlkə də müharibənin, Ukrayna ilə müharibənin ilk günlərində belə sanksiyalar cəlbedici görünə bilərdi. Amma müharibə uzandıqca və bu sanksiyalar paketi dərinləşdikcə həmin Avropa ölkələri bunun təsirlərini öz iqtisadiyyatlarında hiss etməyə başlayırlar və Brüssellə müəyyən fikir ayrılıqları yaranmağa başlayır. Yunanistan bir tərəfdən deyir ki, istisnalar olsun, Almaniya, Portuqaliya digər istisnalar təklif edir və bu Rusiyaya qarşı bu sanksiyalar məsələsində Avropa İttifaqı heç də həmrəy deyil. Bu müharibə uzandıqca təkcə Rusiyanı deyil, bütün tərəfləri öz təsir altına alır və İranla bağlı sanksiyalarda təbii ki, İran uzun illərdir bu sanksiyalar altındadır, xüsusən də ABŞ-dan və Avropa İttifaqı ölkələrində də heç də hamı İrana qarşı bu sanksiyalara qoşulmur. Bir sıra hətta Avropa ölkələri var ki, ümumiyyətlə bu İspaniya olsun, İtaliya olsun, onlar İrana qarşı bu hərbi əməliyyatları dəstəkləmirlər və bunu daha çox dialoq yolu ilə, danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdırlar və son ayların müharibə təcrübəsi də onu göstərir ki, İranla zorakılıq yolu ilə, müharibə yolu ilə, güc yolu ilə danışmaq heç bir effekt vermir. Bu təkcə İrana deyil, Körfəz ölkələrinə də ziyan vurur. Dünya dəniz ticarətinə, enerji təchizatına, elə Amerika Birləşmiş Ştatlarının özündə yanacağın qiymətinin artması, adi gündəlik tələbat məhsullarının qiymətinin artması, bu hamısı Hörmüz boğazından keçidin bağlı qalmasının təzahürləridir. Aha. Və mən Zelenskinin açıqlamasına gəlib çıxmaq istərdim. Ukrayna prezidenti Volodimir Zelenski hərbi rəhbərliklə cəbhədəki cari vəziyyəti və Rusiyanı Ukrayna üçün məqbul şərtlərlə müharibəni dayandırmağa məcbur edəcək strategiyanı müzakirə etdiyini bildirib. Dayandırmağa məcbur edəcək strategiya? Yəni düşünürəm ki, burada artıq Rusiyada müəyyən danışıqlara getməlidir. Çünki bu müharibə gözlənildiyi kimi Ukraynanın məğlubiyyəti ilə nəticələnmir. Artıq Rusiyanın dərinliklərində Moskva olsun, ötən gün Domodedovo aeroportu ərazisinə dronlarla hücum olundu. Ukrayna yeni bir strategiya seçib. Ucuz başa gələn, istehsalı ucuz başa gələn dronlarla artıq 100 kilometrlərlə məsafə içərilərdə Rusiyanın ərazilərinə gedir və cəbhənin arxa ehtiyat infrastrukturu olan yanacaq doldurma bazalarına, fabriklərə, zavodlara, enerji istehsal edən müəssisələrə hücumlar edir ki, bu artıq Rusiyada gündəmdədir. Yanacaq doldurma məntəqələrində uzun növbələr var, fasilələr var. Rusiya artıq bu müharibədən ciddi şəkildə əziyyət çəkir. O səslənən rəqəmlər, rəsmi və ya qeyri-rəsmi rəqəmlər artıq yüz minlərlə Rusiya canlı qüvvəsinin itirildiyini bildirir. Təbii ki, Ukrayna tərəfindən də yüz minlərlə itkilər var, milyonlarla qaçqın var. Bu müharibə heç bir halda nə Ukraynaya, nə Rusiyaya bir fayda gətirmir. Sadəcə Rusiyada Putini bu yolla, güc yolu ilə hansısa danışıqlar masasına məcbur etmək bir qədər gəlizdir. Putin özünü və xalqını inandırmağa çalışıb ki, bir müqəddəs müharibədədir. Bu müharibədən Rusiya istədiklərinə nail olmamış danışıqlar masasına əyləşən deyil. İstədikləri də nədir? Krımın Rusiya ərazisi kimi qəbul olunması, Donbas, Donetsk, Luqansk ərazilərinin ümumiyyətlə faktiki olaraq Rusiyanın zəbt elədiyi, işğal elədiyi ərazilərinin Rusiyanın kimi, Rus torpağı kimi qəbul olunmasını Ukrayna və dünya ictimaiyyəti tərəfindən qəbul olunması ki, bu təbii ki, qəbul olunan deyil. Bu baxımdan Zelenski özünün müdafiə sənayesi və təhlükəsizlik orqanlarında ki, bu islahatlarla daha çevik, daha dinamik hərbi əməliyyatlara, sürətli hərbi əməliyyatlara başlamaq və bununla da Rusiyanı hansısa danışıqlara məcbur etmək. Amma bu danışıqlarda heç bir halda Rusiya Krımdan vaz keçməyəcək, heç bir halda Rusiya Donbasdan, Luqanskdan vaz keçməyəcək. Hətta zaman-zaman Sergey Lavrov olsun, müdafiə naziri olsun, digər Rusiya rəsmiləri açıq şəkildə bildirirlər ki, Rusiya özünün
ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə təhdid görərsə, nüvə silahından istifadə edə bilər. Bu təbii ki, artıq ciddi bir təhdiddir. Ukraynanın paytaxtına edilən son raket zərbələri nəticədə lokal bir nüvə silahının tətbiqi ilə nəticələnəcək ki, bundan bütün bəşəriyyət ziyan görəcək. Elə Rusiyanın özü də. Bu baxımdan Zelenskinin bu islahatları təbii ki, cəbhədə müəyyən nəticələrə gətirib çıxara bilər. Amma hansı halda Rusiya məcburən danışıqlara gedəcək? Rusiya bəlkə də bunun ağır bədəlini ödəməyə razılaşsa belə dünya ictimaiyyətində və ya öz xalqının qarşısında biz məcbur olduq danışıqlara getmək fikrini qəbul etməyəcək. Rusiya bir dövlət olaraq, Putin bir dövlət başçısı olaraq bunu özünə yaraşdırmır ki, bu da özü də bir negativ bir tərəfdir. Yəni, insanlar ölür, iqtisadiyyat dağılır, insanlar əziyyət çəkir. Ukraynada, Rusiyada mənasız bir, heç bir sənin olmayan torpaqlar uğrunda mübarizədə yersiz bir ego göstərir, dirəniş göstərir ki, təbii ki, amma Zelenskinin bu istəyi nə dərəcədə realdır, düşünmürəm ki, Rusiya hansısa bir danışıqlara məcbur edilə bilər. Aha. Amma bu arada Ukrayna silahlanmaqda da davam edir. Məsələn, Siklop adlı yeni pilotsuz uçuş aparatı komplekslərinin silahlı qüvvələrinin istifadəsinə verildiyi açıqlanıb Ukrayna silahlı qüvvələrinə. Ukrayna Müdafiə Nazirliyi bu barədə məlumat yayıb və Siklop yüksək manevr qabiliyyəti müxtəlif sürətlərdə dəqiq idarə etmə və yüksək taktiki texniki göstəricilərə malikdir. Nə kimi üstünlük verə bilər orduya bu kimi silahlar? Məsələn, eyni zamanda da Yunanistan, məsələn, Amerika Birləşmiş Ştatları və Fransanın vasitəçiliyi ilə Ukraynaya Krotail NG zenit raket kompleksləri üçün raketlər və Rim 7 Sea Sparrow raketləri göndərib. Silahlanma gedir və bu Ukrayna ordusuna hansı üstünlükləri verə bilər? Bu müharibədə hər iki tərəfin müəyyən üstünlükləri və zəif cəhətləri var. Rusiyanın üstünlüyü uzaq mənzilli raketlərdən istifadə olunması, Areşnik, düzdür, tez-tez istifadə olunmasa da, amma çox effektiv bir silahdır ki, bu da Kiyev, paytaxt Kiyevdə və digər ərazilərdə şəhərləri xarabaxanaya çevirib. Ukraynanın havadan müdafiə sistemi çox zəifdir. Rusiyanın atdığı, belə deyək, 10 raketdən 8-i 9-u hədəfə dəyir. İtkilər var, dağıntılar var. Ukraynanın üstünlüyü xüsusən də son illər ərzində, son aylar ərzində bu dronlarından geniş və kütləvi sürətdə istifadə olunmasıdır və ucuz başa gələn dronlar. Eyni anda 100 dron havaya qalxır. Bir dronun maliyyə dəyəri 5.000-10.000 ABŞ dollarıdır. Bir dronu vurmaq üçün Rusiya havadan müdafiə sistemləri 1 milyon dollar dəyərində bir raket buraxmalıdırlar ki, bunun qarşısını almaq artıq çətinləşib. Rusiya çalışır ki, Vladimir Putin onun qərargahı, yaxtaları, dövlət strateji obyektlərini qorusun. Digər infrastruktur dronların hücumuna məruz qalır və məhz Rusiyanın bu boşluğunu nəzərə alan Ukrayna Avropadakı tərəfdaşları ilə məhz dron istehsalı istiqamətində əməkdaşlığı genişləndirir. Bugün bir sıra Avropa ölkələri öz ərazisində və ya Ukrayna ərazisində birgə dron istehsal edən müəssisələr yaradıblar, artıq fəaliyyət göstərir. Hətta Türkiyənin Baykar şirkəti də Ukraynada dron istehsal edən fabrik inşa edib fəaliyyət göstərir. Ukraynaya əlavə raket, zenit komplekslərinin verilməsi təbii ki, bu cəbhədə müəyyən qədər müsbət dəyişiklik dəyişə bilər Ukraynanın xeyrinə, amma hər nə qədər də olsa bu Rusiyanın raket sistemləri ilə müqayisə olunmaz. Bugün Ukraynanın ciddi şəkildə havadan müdafiə sistemlərinə ehtiyacı var. Bu hələ müharibənin ilk aylarında Ukrayna rəhbərliyi bəyan edirdi ki, bizim hava məkanımızı bağlamaqla bağlı Avropa, Amerika Birləşmiş Ştatları ciddi tədbirlər görsün, amma bu baş vermədi. Ona görə Rusiyanın raket sistemləri asanlıqla Ukraynadakı hədəfləri vura bilirlər. Amma bu dron istehsal, biz görüntülər də var sosial şəbəkələrdə, Rus əskərlərini sanki bir-bir ovlayıb zərərsizləşdirirlər. Bu dron sənayesi Ukraynanın cəbhədə, belə deyək, əsas gücünə çevirir. Üstünlüyüdür. Bəli. Aydındır. Təşəkkürümü bildirirəm, minnətdaram. Və bir daha xatırladım ki, müsahibim siyasi şərhçi Əhməd Şahidov idi. Gündəmdən isə bu saata bu qədər. İmkan olsa görüşərik.